Herkese salam. Kanalıma ve videoma hoş geldiniz. Bugün bu anı kutusu var. Kızı Həbibənin və kamera arkasında olan əmim qızının ısrarı ilə çəkirik bu videonu. Çox ısrar elədilər ki, belə bir video çəkək və çəkirəm. Bilsen şimdi neredeyim çılgın gece. O ad günümdə Həbibənin aldığıdır. Yox, Allah şükür düzəltmişəm. Hə, Şükür, çox şükür. Kanalımıza abunə olmayı unutmayın. Mənim kanalım burada çıxdı. bunu qardaşımda görmüşdüm və mən istədim verdi. Bu bilinmədi. Bu Mirvarisepdir. Ad günüydü. Ad günümdə dostum almışdı. Heç içinə atmayaq. Sadəcə balacalıqdan belə bir dəftərim vardı. İçinə yazırdım. 2 dəqiqə imkan vermir danışam. Belə də bir kutu var, içi maşallah. Bunu ən sonda göstərəcəm çünki nəsə düşdü. Sən ver. Dayanamıyorum. Ad günümdə yaxın dostum Mələk almışdı. Mini nəmsalət qaydı. Belə də bir şokolad anısı. Bunu 8 Martda qardaşım almışdı. İçində gül, ayıcıq falan. Bununla yanında şokolad almışdı. Bu odur. Ad günümdə dediyim kimi dostum Mələyin aldığı hədiyyənin paçkasıdır. Bunu da bir tut. Bunu da sinif yoldaşım vermiş sadəcə elə belə. Anda yanımda olan neydi? Əmim qızı Pınar vermişdi. Bir ayran. Bunun haqqında biraz fikirlərim var. O da. Bir insan, ya ki hər şey şokolad, mikolat, hər şeyi anladı. Belə hədiyyə aldı. Ya ki ayran nə əlaqə? Mən də ayran sevirəm. Əvvəl sevmirdim, indi sevirəm. Ya ki Sonuç? Sonuç ne? Sana ayranı şeyin saxlamaq. Nə? Anı başa düşdü. Nə inansı ola bilər? Deyim. Yox demə. Burada noodle da var. Mələk mənim üçün almışdı. Noodle ayran deyik eləmişdi. Sən bu kutuyu hazırlayanda mələyi də içinə qoyardın, deyil? Bunun hədiyyəsidir bu da. Olan əmim qızının ad günümdə olan mənə hədiyyəsidir. Bunun qıraqlarında bakı şokoladlar var idi belə-belə. Belə bir bəbə var. 10 ya da 11-ci yaşımda tortumun üstündə olan bəbəydi və bunu yeni ildə sadəcə bütün qızlara belə gülazlamışdım. Dostlar, ayranın hər şey... Bir dəqiqə bir şey gətirməmişəm bura. Dayandır videonu. Ayranın qabını da başa düşdü. Yaxşı. Nə əlaqə? Günümdə dostlarım bizim evə gəlmişdi. Onda yenə Mələk almışdı bunu mənə çox sevdiyim üçün. Bunu da bu yaxınlarda, hardasa 1-2 gün falan olar. Bunu da mən çox sevdiyim üçün Mələk almışdı. Belə bir də gül var. 8 Martda bunu Aylin, bunu da dostum vermişdi. Qıraqlarında şokolad falan var idi. Mən onları yedim. Yəni Həbiş bizə gələndə özü hədiyyə düzəltmişdi və qolbaq eləmişdi. Sadəcə bu qoluma balaca olduğu üçün mən bunu taxa bilmədim. Əgər Bir sonra incir var. bunu zaten bilirsiniz shorts videodan atam almışdı. Çox istəmişdim ki. Buradan tuturam dedi. Həbiş verib bunu sormadı. Mən deməmişəm atam almışdı. Tito danışma çalışıram ki, video çox uzun olmasın. O vaxtda Mələklə, yəni dostumla bir ara balaca vaxtda 1-2 il söhbət etdik. Qərar verdik ki, miniatür əşyalar düzəltdik, onunla videolar çəkib falan paylaşaq. Biz başladıq qapaq-zat götürməyə, qazanı düzəltdik, qaz düzəltdik, şamlar aldıq, orada yemək də bişirdik, kartof bişirmişdim mən ilk dəfə. Yedi falan. Ondan sonra bizim o iş yarımçıq qaldı. Mən də onu xatirə olaraq belə saxlamışam qrafik kabı. Əmim qızı mənə hədiyyə vermişdi. İndi Həbibə açsın. Kamera edirsən. Əsas. Bu ibtidai sinifdə 20 yanvar vaxtı bizə vermişdi, rəsm çəkmişdi, rənglənmişdi. Hazır idi, biz rənglənmişdik. Prosta oraya dilini öyrəndiyim vaxtlar idi. Sonra vaxtım olmadı, öyrənmədim. Onun üçün vermiş. Hə, sən. Bunu da Həbiş vermişdi. Həbiş düzəltmişdi.
Bu da ibtidai siniflərdə yine birinci sınıf falan orada öğrenmeye belə rəsm falan vermişlər. Mən bunu da kitab aracı olaraq əmim qızı vermişdi. Beynim yandı. Aktrisa olduğum üçün sinifdə bir dənə qız imza istəmişdi. Dostum Mələk idi. Mən də ona zarafat etmişdim ki, ya imza atım falan. O da məktəbdə tədbirlərdə falan şəhid dansçı rolunda oynamışdı. O da mənə imza vermişdi. Bir-birimizdən imza almışdıq. Yazır. Biraz kendisi sinirli. Güzel kardeşim, hiç telaş yapma. Hiç telaş yapma. Sakin ol. Hiç telaş yapma. Nerede o? Bunu sınıf Aylin. Bunu sınıf yoldaşım sekresantada hədiyyə almışdı. Şokolad. Dərsdə Mələklə yemişdik. O Mələyin ürəyi. Bunu da Mələk vermişdi ki, cır. Mən cırmamışdım. O da anıdır. Bu şam qabı isə dediyim kimi miniatür mutfaq işinə girişmişdi. O da bunu da sinif yoldaşım çəkib vermişdi. Bunu yenə əmim qızı almışdı. Vermişdi. Bunun xatirəsi çox qəşəng. Salam dostlar, necəsiz? Bu günlər Elmirə xanımın səhifəsinə xoş gəlmişik. Starda mən skeç yazmışdıq. Qızlarla hərəmiz biraz skeç yazmışdıq. Cadugar qadın skeçi yazmışdıq və orada cadugar qadın mən idim. Məsələn, bunu da cadu elədiyimiz bir çubuq idi. Burada başqa xatirələr də var həmən o skeçə aid. Yəni o ad günümdə bibim aldı saxladım. Bunun kilitli qabı da var. Onun içində əşyalar falan yığıram. Var skeçləri göstərsən. Hələ bu skeç var, 2 vərəqli skeç. Bunu mən akademiyada öyrənmişdim. Bəli, hamısını akademiyada öyrənib skeçi eləmişdim. Məktəbin axırları vaxtlarında həyata çıxanda bunu bir dənəsi yoldaşım həyata vermişdi mənə. Belə gəlib sınaq paylaları ki, gedək. Bu həmin vaxt idi. 2026-cı il yanvarın 12-si gətirib bizə vermişdilər. Burada da qəşəng normal hədiyyələr deyildi də. Ona görə biz bunu dostumla oturub nə gəlmişdik. Bunu qardaşım işdən gələndə mən almışdı. İçime sığmıyor dert. Günümdə Aylinin verdiyi. Bax balaca olanda, çox balaca idim. 8 martda daim almışdı. Yəni Həbişin atası. Elə belə Güldüzə vermişdi o. Bunu Həbiş vermişdi. Bunu zərli qələmlər idi. Qalanları istifadələri birini atmışam, qutarıb xatirə olaraq alim vermişdi dost. Məscidə getmişdi, orada hədiyyələr də belə vermişlər. Saqqız, belə birini Mələk, birini Pınar vermişdi. Qardaşım mənə Ozmo almışdı. Onun çarızı. Sonra burada belə gülən yüzlər var. Bunu da Həbiş vermişdi. Onu da Həbiş. Burada belə bir sorma var. Bunun pastası. Cadugar skeçində elədiyimiz cadı. Bunu da xatırlayaraq saxladım. Pınarla eləmişdik. Bir-birimizə dostluq qolba. Sonra taxmadıq. O da hələ də saxladım. Bu nədir? Qələmin qırağında olur ha. Həmən o qırılmış hissəsidir. Bu yenilik olan bir hadisədir. Bu şokoladlı süd hadisəsində. Onu danışım. Qəşəng xatirəsi var. Bu Mələyin mənə şokoladlı süd almışdı. Mən ona fıstıq almışdım. O fıstığın ağzını aça bilməmişdi. Qələmin qıraq hissəsini salmışdı içinə ki, atsın. Bu da həmən vaxt qırılmış və biz çox girmişdik. Bu da onun xatirəsi. Ona görə saxlamışam. Qızlarla aramızda dostluq qolbağı eləmişdik. Onları da saxlamışam. Amma maalesef ki, Aylin ipləri tam gətirmədiyi üçün biz bu qolbaqları tam eləyə bilməmişdik. Sizə bunu göstərirəm. Çekin görəmirəm. Yox. Var, balaca vaxtı durmuşduq. Çox istəyərək. Əvvəl sinifimizdə olan yaxın olduğum qız. Sonra bibim balaca belə mini piano almışdı. Onun ayağıdır. Həmən əvvəl sinifdə olan qızın aldığı daraq. Bir də gibi. O beni prenses peri sanıyor. Bu stikerdən var.
Bizim editlərimiz eləsəniz nə olar ki? Bizim də editlərimiz eləyin də. Aylin saqqız vermişdi, onun cığarasıdır. Həbiş mənə belə bir mini şey. Bunu Osman'dan çıxmışdı. Belə. Yenə Pınarla belə bir ortaqlı brelok almışdıq. Çantamıza taxırdıq. Sonra Pınar onu taxmadığı üçün mən də əsəbləşdim və bunu çıxartdım. Odur. Mən aktrisa olmadığım vaxtlarda, yəni çox həvəskar idim və məktəbdə bizim qızların belə böyük sticker dəftəri var idi. Orada belə nəmi salfetka var, onu Aylin vermişdi. Həmən vaxtlarda mən gündəlimin üstünə belə bir xlapşika yapışdırmışdım. Bu da həməndir. Mən o yaxın dostum Mələk mənə öz əlləri ilə düzəltmiş və mən bunu gündəlik yapışdırmışam. Ona görə bunu gündəlikdən kəsdim və xatirə olaraq saxlayıram. Bunu da Pınar almışdı. Belə bir saqqız 3 dənə olan. Yenə bunu Həbiş verib və bu cığarı isə burada Mələk mənə burada minik bir dənə belə yer kökü onu kabromun arxasına yapışdırmışdım. Bu da onun da. Arxasında hələ burada ağ da var. Yəni sticker olan, yapışqan olan yerinə qoparmışam. Belə bir paçka da gətirmişdi. Bu videonu burada sonlandırırıq və dostlarımın zoru ilə çəkilmiş bir videodur. Ana kutu inceleme videosu istədilər deyə çəkdik. İzlənər mi, izləməz mi artıq bilmirəm ki, yaxşı bir izləmə gələr, like gələr. Kanala abunə olub, Like atıb, videoya like atıb, yorum yazmağı unutmayın. Sağ olun.